Bugünkü mövzumuz hər kəsin eşitdiyi, amma eşitməzdən gəldiyi insülin dirənci haqqında olacaq. İnsülin dirənci nədir? İnsülin dirənci bizim bədənimizdə olan hormonumuzdur. İnsülin dirənci bizim qidalarımızı parçalayan, yağı lazımlı yerə aparan, karbohidratı lazımlı yerə aparan, lifti lazımlı yerə aparan bir hormondur. Əgər insülin dirənci yaranıbsa, artıq metabolik xəstəliklərin yaranması deməkdir. İnsülin dirəncini yaradan səbəblərdən biri nədir? İnsülin dirəncini yaradan səbəblərdən biri, başlıca səbəbi qidalanmadır. Qidalanma. Əgər qidalanma planınız doğru düzgün deyilsə, qidalanma planınız işlənmiş karbohidratlarla yüksək dərəcədə bəslənirsinizsə, işlənmiş karbohidratlar nədir? Un məmulatları. Ağ şəkər dediyimiz, yəni işlənmiş şəkər dediyimiz bundan hazırlanan bütün məhsullar. Daha sonra isə nədir? Əlbəttə ki, paketli qidalar. Bununla, yəni qidalanma planınız daha üstünlük təşkil eləyirsə, əlbəttə ki, insülin dirəncinin yaranmasına səbəb olur, pi qatının artmasına səbəb olur. Yaranan pi qatıda və də tez-tez qidalanma planına üstünlük verildikdə isə, bədən tez-tez insülin salgıladığına görə, ona görə də artıq insülin dirənci yaranır və də metabolik xəstəliklərin yaranmasına səbəb olur. Metabolik xəstəliklərin yaranması başlıca qaraciyər yağlanmasına səbəb olur, ödün qatlaşmasına səbəb olur. Ən sonda diabet 2, tip 2 diabet dediyimiz şəkər xəstəsi olur. Ona görə də insülin dirənci sözünü eşidib də qulaq ardı vurmaq heç də doğru deyil. Ona görə də yaratdığı səbəblər nə idi? Qidalanma. Bəs insülin dirəncini nə düzəldir? İnsülin dirəncini nə düzəldir? Sualının cavabı isə başlıca 2, yəni ana maddəsi var. 2 ana maddəsi birinci yenə qidalanma planıdır. İkincisi isə yenə fiziki aktivlikdir. Üçüncüsü isə əlbəttə ki, artıq yüksək həddədirsə, 20% isə dərmanlar ona köməklik eləyə bilir. Ancaq ki, sən insülin dirəncini eşidib, gündəlik həyatına davam edib, həkim verən dərmanı 20% sənə köməklik edəcəyini, yəni bilmirsənsə, yəni gündəlik həyatına davam edirsənsə, mənim insülin dirəncim aşağı düşəcək, yəni yüksək karbohidratlarla bəsləndiyim zaman elə bir şey olmur. Ona görə də, əgər də sənin üçün bu mövzular maraqlıdırsa, insülin dirənci adlı marafonuma səni dəvət edirəm.